görüşləri. Axşam görüşləri. Gəlsinlər quşlar, axşam görüşlərinə. Gəlsinlər quşlar, axşam görüşlərinə. Axşam görüşlərinə. Mikrofon önündə verilişin müəllifi Rafael Hüseynov. Axşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi unudulmaz tarizənimiz, xalq artisti Bəhram Mansurovun xatirəsinə həsr edirik. O tara uşaqlıq illərindən bağlanmışdı. Lap əvvəldən ona heç tar çalmağı öyrədən də olmamışdı. Elə balaca köksünə sığmayan istəyi səbəb olmuşdu ki, evdə heç kim olmayanda xəlvətə salıb divardan aslı tarı götürsün, başlasın qulağında səslənən, ürəyinə axan musiqini bir barmaq çalmağa. Götürərdi, çalardı, hər çaldıqca da barmaqları dünənə nisbətən daha qıvraq olardı. Tarım pərdələri üstündə daha rahat gəzərdi və bu balaca uşaq bircə özünün şahidi olduğu bu irəliləyişə hədsiz sevinərdi. Çalardı, sonra da evə kimsə gələnəcən tarı asıldığı yerdən necə götürmüşdüsə, elə düppədüz o cürdə qaytarıb yerinə qoyardı. Ancaq mat-məəttəl qalmalı bu idi ki, atası hər dəfə evə gəlib 1 saatmı, 2 saatmı sonra tarı götürüb çalmaq istəyəndə deyinərdi. Mən başa düşmürəm, bu tara kim əl dəyib? Uşaq mat-məəttəl qalardı ki, axı necə götürmüşəmsə yerinə düz o tərdə qoymuşam. Otaqda məndən başqa heç kim olmayıb ki, atama xəbər verə. Bəs atam hardan bilir ki, tara toxunan olub? Heç bir sir axıracan sirr olaraq qalmır. Hər sirrin açılan bir gün olur. Bir dəfə yenə axşam idi. Yenə atası evə gec gəlmişdi. Birlikdə şam elədilər. Sonra da Məşədi Süleyman həmişəki kimi tarı götürdü, mizrabı simlərə toxunduran kimi başını buladı. Başladı tarı kökləməyə. Kökləyib qutardı, amma həmişəki kimi çalmağa başlamadı. Tarı uzatdı Bəhrama. Al bir çal görüm necə çalırsan. Bəhram əvvəl tərəddüd elədi, çalmaq istəmədi. Axı atası onun tar çala bilməsindən xəbərsizdi. Nə özü öyrətmişdi, nə bir başqası. Ancaq Məşədi Süleyman təkid elədi. Götür çal, bildirəm tar çalmağı öyrənmisən. Balaca Bəhram tutulan kim oldu. Görən atam hardan xəbər tutub ki, tar çala bilirəm. Axı indiyəcən çalmağımı nə eşidib, nə görüb. Ancaq Məşədi Süleymanın sonraki sözləri Bəhrama anlattı ki, niyə atası hər dəfə tara əl dəyilməsindən duyuq düşürmüş. Çal Bəhram, çal. Hər axşam tarın kökdən düşməsindən hiss eləyirdim ki, ona əl dəyən olub. İndi çal görün bari zəhmətinin bir bəhrəsi varmı? Bəhram başlamışdı çalmağa. Məşədi Süleyman Bəhramın pərdələr üstündə gəzən zərif barmaqlarına çox baxa bilməmişdi. Üzünü çevirmişdi yana və bir gözü atasında olan Bəhram təəccüblənmişdi ki, görən atam niyə belə elədi? Bir yaz axşamı idi.
Bala çalırdı, ata dinləyirdi və bu səs hələ ki içəri şəhərdəki bir otaqdan gəlirdi. Zaman yetişəcək, Mansurovlar ocağında ilk dəfə səslənmiş bu tarın sədaları dünyanın neçə ölkəsindən gələcək, dinləyənləri riqqətə gətirəcək, hər çalğısı alqışlara bürünəcək. Azərbaycanın sabah şöhrətlərə bürünəcək, tar ömrünün mənasına çevriləcək o tarzənin ilk tamaşaçısı qarşısında, hələ yalnız atası üçün çaldığı o axşamda təqvimdə neçəncili idi? 1917 ya 1918 yaxud ondan da biraz sonra. Çox illər keçəcək, yarım əsrəcən bir vaxt ötəcək. Axşamlardan birində məşhur tarzənin, Azərbaycanda artıq hamının tanıdığı sənətkar Bəhram Mansurovun evində bir uşaq tar çalacaq. Elə təxminən o vaxt, 20-ci əsrin əvvəlində Bəhramın özünün kiçikkən çaldığı sayaq. Bəhram ustadın kiçik oğlu çalacaq və elə ilk xallar səslənən kimi Bəhram ustad kövrələcək, qəhərlənəcək, başını yan tərəfə çevirəcək. Uşaq çalacaq, Bəhram dinləyəcək və yadına düşəcək o uzaq axşam. Atasının, Məşədi Süleymanın ona birinci dəfə qulaq asdığı və azacıq dinləyincə ixtiyarsız başını yana çevirib udqunduğu axşam. Yalnız yarım əsr sonra o yana çevrilmənin, o udqunmanın, o kövrəlmənin səbəbi Bəhram ustada əyan olacaq. Dinləyəcək, qəhərlənəcək və sevinəcək, fərəhlənəcək ki, ocağın daha bir tarzəni doğulur. Bu axşam unudulmaz tarzənimiz xalq artisti Bəhram Mansurovu, onun oğlu xalq artisti, bəstəkar Eldar Mansurovla birgə anırıq. Eldar, hər ikimiz üçün çox əziz olan bir insan haqqında istəyirəm söhbətimizi başlayaq. Bizim üçün çox doğma və bütün Azərbaycan üçün də əziz olan insan. Çünki Bəhram Mansurov Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin tarixində elə iz qoyub ki, onun çalğısının da səsi, özünün də sədası hələ çox uzaq gələcəklərdən gələcək. Siz belə bir ailədən adam olmuşdunuz və dünyaya gələndən sizin artıq taliyiniz təxminən məlum idi. Çünki Eldar adının yanında Mansurov soyadı vardı. Mansurovlar nesli qədim nəsillərdən, yəni Bakıda, yəni Abşeronda deyiləndə Bakı əhli arasında Bakılıların deyərdim ki, əksəriyyəti o vaxtı burada məsələn Çay şəhərdə yaşayırdılar. Çünki əsas Bakı deyəndə həmçə Bakı sonradan başladığı Bakı demək, yəni böyük şəhərdir, şəhər böyüdü. Amma əslində qalanda Bakı Çay şəhərdi. O vaxtı Badkübə də deyirdilər, nə deyirdilər, amma Bakı idi. Əsl köhnə Bakılılar da Çay şəhərdə yaşayırdılar. Məhəllələr vardı, nesillər vardı. Bu nesillərindən biri də bizim nesildir, Mansurovlar nesli. Tarixdən bilirik ki, əvvəllər Azərbaycanlılarda familiya olmayıb. Filankəs oğlunu deyirdilər, filankəsi. Ləqəblərlə, yəni kimin oğlu, yəni bu cürə ilə gedirdilər nesillerin adı. Biz də Hacı Mansur'un neslindən olduğumuza görə, yəni ki, ən hörmətli bizim nesildə Hacı Mansur olduğuna görə, həm də Hacı Mansur'un adı gəldi, oldu bizim familiyamız Mansurovlar.
bunlar incəsənətlə, bunlar deyəlim ki, musiqi ilə daha çox maraqlanırdılar və bunların başında dururdu Məşədi Məlik bəy. O da Məşədi Məlik də cavan yaşında 18 yaşından başlayır evində məclislər eləməyə. Musiqiçiləri çağırır, şairləri çağırır. Və yavaş-yavaş bu məclislər döndü oldu. Bala-bala deyərdim ki, daha çox maarifləndirici bir belə məclislərə döndü. Necə? Yəni ki, bu yığılırdılar muğam bilicilər. Yəni ki, uzun illərdən sonra bu muğam bilicilər yığılırdılar. Muğamlar haqqında mübahisələr edirdilər. Kim ki bilir, bilməyənlərə öyrədirdilər. Və yaxud kimsə səhv məsələn də ifa edir, onun baş salırdılar ki, belə olmaz, bu cür lazımdır. Yəni bu işlərlə məşğul olurdular və Azərbaycanda muğamı bir növ deyərdim ki, daha çox deməli tanınmasına böyük bir rol oynadı Mansurovların məclisləri. Başqa məclislər də vardı, amma onlar daha çox ədəbi məclislərdir. Fəramuş, nə idi, cürbəcür belə adlar vardı. Yəni onlar şairlərin, yazarların məclisi idi. Düzdür, burada bu muğam məclislərində də şairlər otururdular. Niyə görə otururdular? Çünki muğam təkcə musiqi kimi yox, muğam həm də səslənirdi xanəndələrin ifasında sözlər vasitəsilə. Yəni o sözlər də qəzəllərdir. Yəni qəzəllərin düzgün oxunuşu, qəzəllərin düzgün seçilməsi. Məsələn, hər muğamda bir qəzəli məsələn elə bir muğamlar var ki, ancaq orada ifa edir, köşələrdə, şöbələrdə orada ifa eləmək lazımdır. Yəni o qəzəlləri məsələn də Şurum qəzəlini məsələn birdən geçsin məsələn də Bayat Şirazda oxusa tutmurdu yəni ki. Çünki hər sözün özünün deyərdim ki, öz şəkisi vardı, özünün ahəngi vardı. O ahəng də muğamdakı o musiqinin ahəngi ilə uyuşmalı idi. Belə şeylər vardı. Mən belə bir nəsildə göz açdım dünyaya ki, mən artıq gözümü açanda mən ətrafımda, atamın ətrafında olan adamları başladım görməyə. Bunların söhbətlərini başladım eşitməyə. Mən əvvəlcə başqa bir mətləbə də toxunmaq istəyirəm. Belə Bəhram müəllimin öz şəxsiyyəti ilə bağlı. Talih elə gətirmişdi ki, o uşaq çağlarından bu məclislərə qatılmağa məcbur olmuşdu. Həyat özü vadar eləmişdi. Deyir ki, anamız yox idi. Qəfildən bir də görürsən, bir İrandan bir musiqiçi də qonaq gəlib. Ya bir rayondan bir musiqiçi qonaq gəlib. Ya Tiflisdən bir hansısa məşhur xanəndə gəlib gecənin bir aləmində. Gəlib açıb, döyüb qapını açıb. Deyir ona görə bizə yemək pişirməyi, çay qoymağı falan, belə qonaq qarşılamağı belə şeyləri də öyrətmişdi ki, da qonaq qabağına çıxa bilək. Hətta mən evdə olmasam, gəlsələr belə onu qarşılayan olsun. Bunun bir başqa cəhəti var idi ki, elə eləmişdi ki, uşaq yaşından Bəhram müəllim də, qardaşı da özlərin bunlar uşaq kimi hesab verəməmişdilər. Və ona görə də Bəhram müəllimin yaddaşında o başqa insanlara xas olan cəhətdən daha artıq bir üstünlük var idi ki, çox adamları tanıyırdı. Yaddaşında tarixin çox dərin qatları qalmışdı. Çox böyük insanları görmüşdü və bunun bir başqa cəhət də var ki, Məşədi Süleymanın da ki, o Məşədi Məliyin adətinin, ənənəsini davam elətdirmişdi, qonaqpərvərlik ənənəsini. Məşədi Süleymanın bir başqa cəhət də var ki, həm də yazmışdı. O xatirələrin, yaddaşların yazmışdı, o məclislərdə eşitdiklərin, o evinə gəlib gedənlərin söylədiklərin. Bəhram müəllim də bunu elə uşaqlığından oxumuşdu, öyrənmişdi, mənimsəmişdi. Həm gördükləri, həm oxuduqları onun yaddaşını çox zəngin eləmişdi və ona görə də sənin üçün də dünyaya gəldiyin andan Bəhram müəllim həm də körpü idi. Məşədi Məliyə də körpü idi, Məşədi Süleymana da körpü idi və onların dövründə yaşamış insanlara da. Biz Mirzə Səttarın adını eşitmişik də yalnız, amma Bəhram müəllim elə danışırdı və oxuduqlarından elə söyləyirdi ki, biz onu görürdük.
Mansurovların bir dənə deyərdim ki, əsas belə mən deyərdim ən qiymətli cəhətlərindən deyərdim biri də o idi ki, yəni ki gördüklərini bunlar yazılı şəkildə də qoruyub saxlayırdılar. Məsələn, Məşədi Məlik vaxtı ikən məclislər edirdi və o məclisləri həm yaradıcısı idi, həm də sonra rəhbərlik etməyə başladı o məclislərə. Belə oldu ki, artıq qocalmışdı, amma yəni onun böyük oğlu Müşid Süleyman həmin o məclislərə davam edirdi. Məsələn, Müşid Məlik oturdu o məclislərdə, ağsaqqal kimi rəhbərlik edirdi. Deyirdilər, məsələn, o söhbət olanda orada mütləq deyirdi ki, Süleyman'a gəl otur ki, burada nə eşidirsən, hamısını otur yaz ki. O da eşidirdi, otururdu. Mən açığı atam dünyasını dəyişəndən sonra mən o əl yazmaları əl gezdirdim, baxdım. Müşid Süleyman'ın Məşəd Məlikin öz əl yazmaları qalmışdılar evdə. Varaq-varaq, cürbəcə dəftərlərdə, varaqlarda, kitabların arasında məsələn də Firdovsunun məndən kimlərin kitabları vardı. Bilirəm ki, orada boş yer olan yerlərində səhifəni görürüm ki, ərəb əlifbası ilə nəsə yazıblar orada. Bunlar nə vardı, hamısı yığıb yazırdılar, qoyurdular orada. Və beləncə ilə bax, deyəm ki, söhbətlər qorunub saxlanırdı. Mən sonradan açıq onları hamısı oxudurandan sonra özümdə məsələn ki, o vaxt Kiril əlifbası idi, ona köçürdəndə artıq məsələn hər dəfə köçürdəndə, hər dəfə onu oxuyanda elə gəldi mən kəlmə özüm də elə bir oturmuşam, elə həmin o məclisdə eşidirəm. Yəni ki, Məşəd Süleyman o cürəyin atasının məclislərində eşitdiklərini yazıb qoyurdu, saxlayırdı. Sonra belə oldu ki, mənim atam, yəni ki, öz atasından eşitdiklərini o da danışırdı. İntihası bu dəfə daha yazmaqla yox, əlinə maqnitofon vardı artıq. Radio da vardı, lentlər vardı, məndən kino lentlərində, cürbəcürdə danışırdı. Bu danışıqlar qorunub saxlanıb. Mənim də baxdım belə götürdü ki, mən məsələn belə balaca idim qardaşlarımla, birisi atam yanında kimsə gəlirdi. Gəlirdi məsələn kimsə jurnalistdir və yaxud bir nə bilim bilici adamıdır. Neysə muğamlar haqqında, yəni keçmiş musiqiçilər haqqında maraqlanırdı. Gəlirdi ki, gəl Eldar Bəhram mənim danışqıyla bizə. Atam mütləq anama deyir ki, uşaqları göndər gəlib otursun. Biz otururduq divanda, üç qardaş. Bunlar oturup danışırdılar. İster-istemez eşidirdi o söhbətləri. Bir də görsən ki, məsələn də bir neçə vaxtdan sonra, bir neçə aydan sonra bir başqa bir adam gəlib, nesə başqa şeydən danışırdılar. Görsən yenə də həmin bu söhbətə qaydanda yəni yeni bir şeylər çıxırdı ortaya, yeni hadisələr, yeni əlavələr olur həmişə. Və bunların hamısını eşidə-eşidə, eşitmişəm, görmüşəm bunları. O bu adamla adı gələndə mənə çox doğma, çox əzizdir bu adamlar. Oh
adamları ki məsələn məşhur xanəndələr idi, müğənnilər, sonra kamançaçılar, tarçılar, məşhur insanlar da cəmaət onu televizorda görürdü, radioda eşidirdi. Bunlar sizin evin adamları idilər, gəlirdilər, gedirdilər. Və balaca uşaqdım, yadıma gəlir. Hər dəfə biz elə ağlımız kəsərlə qapınıza zəngi olanda biz gəlib açırdıq. Hər dəfə açanda ya Qurban əmin gördü, ya Yavər Kələntərli deyərdim ki, bizim ev adamımızdır. Biz ona deyərdim ki, bir müğənni kimi və yaxud bir sənətkar kimi biz ona ev adamı kimi, qohum kimi, yaxın istəkli bir adamımız kimi tanıyırdıq. Yəni, bunlar gəlirdilər bizə, məsələn, Zülfü Əmid gəlib gedirdi. Sonra da kim, yəni ki, köynə ifası Seyid Şuşki yadıma gəlib gedirdi. Biz balaca idi, 63-62-ci, yəni o vaxtı, o illərdə Seyid gəlib gedirdi bizə Seyid Şuşki. Xanəmi bizim evdə çox olub. Mən özüm dəfələrlə atamla bir yerdə gedirdik Xanəmini. Biz olurduq Hüsayəv küçəsi, Petramontin tini. Xanəmi olurdu Petramontin, deyərdim ki, deyəsə Əli Bayramov küçəsinin tinindəydi. Atam böyle tarı götürürdü, deyirdi getdi Xanəmgilə, gəldi, çıxdıq Xanəmgilə, otururdu. Atam çalırdı bunu, çox oxuyurdu. Mənə deyirdi, get otur piyanın dalında. Mən də o təsnif zad yerlərində akompaniment zad edirdim bunlara, bunları çalıb oxuyurdular. Dəfələrlə belənçi olmuş evlərində bu cürəyinə. Xanəm delənçi gəlib gedirdi. Qurban əmi ki, lap tez-tez gələrdi bizə. Atam tez-tez onu çağırırdı, deyirdi ki, gəlsin bizə. Məsələn, hər dəfə yemək zadı pişirəndə mütləq soruşurdu ki, məsələn, anam mənə danışıb bu şeyləri, mən bu şeyləri eşitmək yadımda deyir, mən atam danışmırdı. Deyirdi ki, anam deyirdi ki, biz atam dünən dizən gələmişdi, deyirsə da Qurban əmiyə. Dedi, nə istəyirsən? Dedi ki, məsələn, aş istəyirəm deyir. Görürüm ki, aşa çağırım onu, dəvət edib gəlib. Və yaxud görsən ki, yığılırdılar bunlar bir günlər, görsən Əbülfetdi, Sarı idi, Qədimova, Necibə Məlikova idi. Bunlar hamısı gəlib gediblər bizim evə. Sonra əmim Nadir idi, o da gəlib gedirdi, yəni ki, o vaxtı. Əmim Nadir demişkən, mən istəyirəm ki, bu musiqi alətləri içərisində Mansurovlar nəslinə ən yaxın olanı, ən simsar olanı tar olub. Çünki Məşəd Süleyman özü də tar çalıb, şəkil də qalıb ki, sinəsində tar çalır, Bəhram ki çalırdı, Mirzə Mansur çalırdı, Ənvər çalırdı, Nadir çalırdı. Odur ki, istəyirəm ki, bu Mansurovların tarzənli ənənəsindən bir danışasın. Azərbaycanda xalq musiqi alətlərindən söhbət gedəndə bütün alətlərin tacı tardı. Çünki özü də bu tar dedim, Qafqaz tarıdır deyib. Bunu da o vaxtı yaradıb Sadıqcan. Yəni ki, tar biraz hamımız bilirik ki, Şiraz tarı var. Keçmişdə Qafqaz tarından əvvəl Azərbaycanda da burada həmin o Şiraz tarını çaldırdılar. Onu sonradan bu da deməli dizindən götürüb sinəsinə qoyan o tarı olub Sadıqcan. Yəni ki, ona görə Sadıqcan da Məşəd Məlikin dostu olub, Məşəd Süleymanın dostu olub. Tək o dizdən sinəyə qoymaq məsələsi deyil. Çanağın ölçüləri də dəyişilib, sonra o zəng simləri falanları əlavə eləyib, pərdələri artırmaq çoxdur. Amma ən vacibi bu akustika məsələsi, səs məsələsidir ki, o çanağı dəyişib. Mən bunları sən dedikləri, mən təkrar eləsəm, mən gələk oturub burada bir verişi yerləşməyəcək, özüm müxtasar edirəm hamısını. Yəni ki, bu tar, deyərdim ki, mənə desəydilər ki, məsələn, Mansurovların gerbinidir. Mən Mansurovların gerbini mütləq tar şəkli salardım. Onu nəyə görə? Çünki doğrudan tar bizim hamımız çalıb. Mən də çalmışam uşaqlığı tar. Məktəbə getməmişəm. Aydın da çalıb, mən də ikimizdə. Amma özümüz üçün eşitmişik, götürmüş yerimizə çalırdıq yəni bu cürəyinə.
Məsələn, Məşədi Süleyman da özü üçün çalıb, amma Mirzə Mansur özü üçün çalmayıb. Mirzə Mansur bir balaca sən də tərdi və əvvəla kiçik idi o deməli Mansurov lazım. Məşəd Süleymandan 15 yaş kiçik idi. O vaxt bir Mirzə Fərəc vardı, Bakılı idi o da. Çox ziba, gözəl bir tarçalan olub o da. Mirzə Fərəc də Məşəd Məlikin, Məşəd Süleymanın dostlarından olub. Ona görə Mirzə Mansur, məsələn Məşəd Süleyman o saat götürüb başlayıb özü çalmaq eləməyə. Onun əsas işi deyildi. Əsas işi o başqa işlərdi. O deyərdim ki, varlı adam kimi o torpaqlarla zadla məşğuldu. Yəni ki, torpaqları arendaya verirdi, kiraya verirdi. O belə bir işlərlə məşğuldu. Amma ki, Mirzə Mansuru dedilər ki, uşaq olan dedilər getsin Mirzə Fərəcdən öyrənsin çalmaq. Yəni o gedib müəllimdən öyrənib. Yəni Mirzə Fərəc onu öyrədib birinci. Amma sonra Mansurovlardan, Məşəd Süleymandan eşitdiyini, sonra Sadıqcandan eşitdiklərini, yəni Sadıqcan gəlib gedib həmişə Mansurovların evində olub. Onlardan eşitdiklərini bir növ deyərdim ki, birləşdirib o Mirzə Fərəcdən də aldığı dərsdə öz üslubunu tapmışdı Mirzə Mansur. Özdə muğamları da çox yaxşı da bilirdi. Həm Məşəd Məlikdən, həm Məşəd Süleymandan öyrənmişdi onları. Yəni bütün şöbə güşələrini, xırdalıqlarına qədər hamısı bilirdi bu şeyləri. Ənvər Mirzə Mansurun oğluydu, amma onun üslubu ilə atasının üslubunun tamam fərqlidir. İş o yerdədir ki, Suriya hökuməti gələndən sonra tarzənlik sənəti bölündü iki hissəyə. Bir oldu köhnə klassik yol. Köhnə klassik yolda atam qaldı. Yəni ki, dedi ki, mən bu yolu tutmuşam, bu yolda gedəcəm. Ənvər biraz yaş etibarlı, biraz cavandı. Ənvər götürdü yeni üslubu. Yəni ki, 20-ci ildən sonra tara olan münasibət. Yəni ki, o vaxtı Üzeyir bəy başladı, konservatoriya açdı, texnikumlar açdı, məktəblər açdı. Başladılar tarı dərs deməyə. Bunlar notla güya ki, öyrənsinlər muğamatı, zadva bu cürə ilə. Muğamları, məsələn, Mirzə Mansurun çalğısına muğamları nota salmışdılar ki, məsələn, qeyri-Azərbaycanlılar muğamı öyrənsinlər. Yəni, tarda da başlamışlar əksinə, Avropa musiqisini nota salırdılar. Tar üçün deyirdilər ki, tar çalanda öyrənsin bu musiqini çalsınlar. Ənvər bu yolu götürdü. Yəni ki, həmin bu müasir yolu götürənlər Hacı Məmmədovdur, sonra deyərdim ki, Əhsən Dadaşovdur, sonra Ənvərdir. Yəni ki, sonraki tarzənlər hamısı bugünkü günə qədər deməli olan tarzənlərin əksəriyyəti deyərdim ki, hamısı müasir yolda çağırdılar. Köhnə yolda çalanlar o vaxtı Mirzə Mansurdan sonra deyərdim Əhməd Bakıxanovdur, Atamıdır. Yəni bunlar qədimi, yəni klassik Azərbaycan muğamlarını tardan necə ifadə edir, muğamların özü kimi ifadə edirlər. Bu buslar amma bugünkü qədər olan bütün ifaçılar hamısı deyərdim ki, müasirləşdiriblər. Bəhram müəllimin özünün sözündə deyirdi ki, mən əruz vəznində çalıram.
əslində muğam əruz vəznidir. Amma bu günləri baxırıq gör ki, artıq muğam heca vəzi, hecalaşıb, heca vəznində oxunur. Çünki nəyə görə? Heca vəznində asan oxuma, şeirlər də çoxdur. Özdə əruzu məsələn keçmişdə əsas oxunan qəzəllər Seyid Əzmin qəzəlləri idi, bir də Füzulinin qəzəlləri idi. Sonradan artıq deyərdim ki, Həcbubu idi, deyərdim məsələn də Zülfiyat Gözalovu deyərdim, digər xanəmizə. Bunlar muğamda oxuyurdular, Əli Ağa Vahidin qəzəlləri idi, Seyid Əzminkiləridir və deyərdim ki, bu ilə də bir növ tamamlandı bu klassik epoxa. Bu günləri də oxuyurlar, deyirlər muğamdır, əruzda mı o deyir. Belə söhbətlər mən çox eşitmişəm ki, bir insanın saçı qapqara idi, bir gecənin içərisində oldu dümağ. Hansısa həyəcandan, eşitdiyi ağır bir xəbərdən. Çox olub ki, bunu da eşitmişəm, nümunələri də çoxdur. Elə indi bizi eşidən insanların hansını dindirsən, onun da nəslində, yaxınlarının, dostlarının içərisində belə bir olub ki, bir xəbər eşidir, bir sarsıntı keçirdir, onun ürəyində bu nəsə hansı ağrı ilə, sancı ilə mütləq əks sədalanır. Bəhram Mansurov infarkt oldu. Çünki doğma bir varlığın başına gələn bəla onun ürəyin çartlattı. Opera onun üçün sadəcə bir bina değildi. Opera onun üçün bir canlı varlığı idi. Özü mənə həmişə söyləyirdi ki, deyir ki, mən indiki bu cavanlara mətal qalmışam. Mən deyir, 50 ildir bu operada çalıram. Elə olmayıb ki, mən tamaşadan saat yarım, 2 saat əvvəl gəlməyim. Qoyuram, tar buranın havasını tutur, özüm buranın havasını tuturam, özümü kökləyirəm. Tarı kökləyirəm buranın havasına. O opera ilə yaşayan bir adam idi və operada həmişə onun evindən keçirdi. Mən Bəhram müəllimin evində nə qədər görmüşəm ki, bizim sabahki leyliləri, sabahki məcnunları gəlirdilər, elə bir ki, studiyaya gəliblər, ya gəliblər operaya, orada məşq edirlər və yeyirdilər, içirdilər bu evin bir adamı kimi, həm də öyrənirdilər, gedirdilər. Yəni opera Bəhram müəllimin həyatının bir parçasıydı. Onu da Müslüm Maqamayev gətirmişdi. Müslüm Maqamayev də həmişə çox böyük minnətdarlıq və məhəbbətlə yad edirdi və bir sözdə vardı, deyirdi ki, mən Müslüm Maqamayevin əsl kadrı mənəm. Atam həmişə o sözü deyirdi. Ölən gününə qədər deyir, Müslümdən söhbət düşəndə həmişə deyirdi ki, mən Müslüm Maqamayevin onun getirməsiyəm. Məni birinci dəfə Xalq Çalgı Alətlər Orkestri yarandı. Düzdür deyirlər, Üzeyir bəy yaratdı. Yox, onu yaratdı Müslüm Maqamayev o vaxtı və o vaxtı Üzeyir bəy bir növ apal deyirlər o vaxtı. Musavatçı olduğuna görə bir balaca vəziyyət başqa cür idi. Müslüm Maqamayevi atam danışırdı ki, Müslüm Maqamayev bizi yığdı, musiqiçiləri, xalq musiqiçilərində. Qeyddə ki, Üzeyir bəy biraz çətin vəziyyətdədir, kömək eləməliyik ona. Nə? Dedi ki, bəs mən orkestr yaradıram burada radioda. Bu orkestri deməli hazırlayırıq və Üzeyir bəy bura rəhbər götürüb qoyacağıq. Beləçə də atam deyir ki, biz qayıtdıq ona ki, biz dadaş deyirdilər həmişə ona, atam deyir Müslüm Maqamayevə. Deyir ki, biz notsat bilmir yaxmışıq. Dedi, lazım deyir notsat, kulağımız var, eşidirsiniz, öyle çalacaqsınız. Elə də oldu. Bu orkestri yaratdılar birinci dəfə. Atam biri oturub da, hətta atam danışırdı ki, bir günlərdir konsertdir, Üzeyir bəy dirijorluq eləyir. Kimlərsə oturublar o yanda, konsert zalda, lojada. Baxıb görürlər ki, musiqiçilərin pöpütrünün üstündə qəzet bir not yoxdur orada. Sonra qayıdıb deyirlər ki, biz bunlar Üzeyir bəy qeyd, bunlar əzbər bilirlər, onu deyir. Bunlara pauza olanda qəzet oxuyurdular. Orada deyir, arada deyir, belə bir şey. Zarafatla zaten yola verirdilər.
canım hicrlə Vəsruh yar istərəm Dərdiməndi firqətəm dərman didan istərəm Bülbül zarem Bülbül zarem değil bihude afgan ettiğim Kalmışam Kalmışam nalan Qəfəs qeydində gülzar istərəm Opera hakikaten onun eviydi. Diyerdim ki bu adam nazardı. Bayağı sen dedin değilsen 1-2 saat yere vakti oldu ondan da evvel gelirdi oraya. Bir girirdi bu xanandaların onların arasında öz otağı vardı orada. Girirdi bir bunların seslerini yoklayırdı. Müğannet de biliyorsun sesi yerinde değil. Deyirdi, benim sesim bir bazı yerinde de filan yerde, filan perdede, filan sahnede, filan yerde ben çıkabilmeyeceğim o zile. O neter ediyor. Adam bilirdi ki kimin için hara kadar çalmalıdır. Yani ki ondan yukarı çıkması, zile çıkması, neylemesi. Bak bunların hamısı, bunlar gezirdi edirdi. Onu düzdüyse tarın havası, tarın perdeleri oranın havasını götürürdü. Mesela tar özü de çok spesifik bir alettir. Tarın perdesi indikiler her bakırla ki formatda soruşsun ki biz niye göre biz bu beledi mesela simler vardı, muhtelif simler vardı, kalınlığı var onların. Mizraplar muhtelif cüre olur. Her şeyi her yerde çalmak olmur. Mesela toy instrümenti ayrıdır, konsert instrümenti ayrıdır, opera aleti ayrıdır. Çünkü operanın kökü klasik köktür, ladu. O toyxanada siydi, si bemoldu, konsertlerde do çağı mesela kökünde olur. Yani bunların hamısı bizden bilmeyi lazım bu spesifikanı. Behram bunların hamısını bilirdi. Operada yanında ona çok bir təsir elədi. Açığı biz eve getirip gelende atamı böyle baktık gördüm o dedi. Ondan sonra apardık Barnisi'ye. Dediler infarktı bunda. Yüreği az kalmıştı partlasın yüreği. Çünkü bu adamın bütün ömrü orada geçip. O diyen de ona ki biz opera demediğim benim evim diyeyim. Birinci evim orada değil, sonra değil bu evim diyeyim. Bu adam öyle yaşıyordu. Hayır ki indi böyle şeyler yoktu. İndi böyle adamlar yoktu. Ey şu nedir bu goftugular kılmak sanatına ey bücüyüler ne için özüne ziyan edirsen yaxşı adını yaman edirsen ey mursuz carvanay dürcüdür şahvarım anam sözlerdir sanki bilmezem ben mezmun fen kılmazam ben. İndi tardan danışırsan Behram müəllimin tarının bir başka xüsusiyyəti də var idi ki, Behram müəllimin tarı bir başka tarzdan götürsün çalsın onun için çok çətin idi.
Niyə görə çətin idi? Bax, bizim evdə çox tartışılanlar oldu. Hamısı gəlib gediblər bizə. Mənim yadımdadır. Belə də uşaqdım, daha o qədər də yox. Azər Zeynal'da oxuyurdum o vaxtı. Amma Hacı Məmmədov yoldaşı ilə gəlirdi bizə. Məsələn, Əsən Dadaşov gəlirdi. Məhəmməd Ağa Muradov gəlib gedirdi dəfələrdən bizə. Yəni bunlar oturub söhbət edirdilər, deyirdilər. Sonra görürəm keçirdilər o biri otağa. Götürürdülər məsələn tarıda balaca xırda çaldırdılar o tarı. Mesela yadımdadır indiyəcəm. Hacı Məmmədov götürdü atamın tarını. Biraz Bəhram, mən bunda çala bilməm, bu simlərdən qalındı. Atamın simləri qalındı. Atam qalın simlərdən çalırdılar. Amma mesela digər tarzənlər hamısı çalırdılar nazik simlərlə. Mən yadımda öyrəndi neçə millimetrdə olan qalınlığı. Yəni ki, Elxan yaxşı bilər qardeşim o şeyləri. Yəni belə şeylər vardı. Mesela Əhsən gəlirdi, götürürdülər. Mesela bunlar bir-birini tarlaları götürürdülər. Biraz bu çalırdı, biraz o birisi çalırdı. Mesela evdə məclislər zadlar olanda çox vaxtı məclislə nə edirəm? Mesela ad günü. Mənim mesela ad günlər keçirirdilər. Köynə şəkillərə baxsan, görərsən Xosrov Məlikov vardı. Yadıma gəlir, belə bir tarzan vardı. Xosrov'du, Rəşiddi, familiyası desə, Efendiyevdi desə. Oydu. Sonra digər musiqiçilər vardı, gəldilər. Mesela baxıram o şəkillərdə görürəm ki, Xosrov'un əlində tutar. Sonra baxıram elə həmin o ad günüdür. Mesela görürəm ki, mesela Nadirin də əlindədir. Sonra görürəm o birisinin əlindədir. Deməli bu tar əldən ələ keçirdi. Xanəndələr də hamısı orada idilər. Sarı idi, Yavər idi, Əlösət idi, Sadıxov. Nə bilim də kimlər də hamısı adları yadında da öyrəndi. Digər şəkillərə baxsam deyərəm də. Yəni bu adamlar hamısı mesela çalırdılar. Hərəsi o instrumentləri çalırdı, instrumentdə çalırdılar. Bax, alətdə elinki ilə yaşayırdı. Bax, bu belə baxın, xatirələrə baxıyorsan, bu xatirələrim var danışmağa. Mən hərdən düşünürəm ki, bizdən sonraki nəsil belə xatirələri yoxdur, belə şeyləri danışa bilməyəcək. Çünki görməyiblər. Mən məsələn özümü xoşbaxt sayıram ki, mən Azərbaycanda deməli bu musiqiçilərin əksəriyyətini doğrudan öz gözümlə görmüşəm. Onların bir-birinə olan münasibətlərini, onların zarafatlarını, onların bir-birinə inciməklərini, onların beləsən bir-birinə olan bir insani münasibətlər hamısı olub. Muğamlara, musiqimizə onların münasibətini görmüşəm. Mən bugün deyəndə ki, sən konservatuvarda oxuyuram, xeyr, mən konservatuvarda da sonradan almışam təhsil. Mən birinci musiqi dərsimi almışam evimdə. Mən evimə gəlib gedən o adamlardan almışam. İndi məsələn gəlib çıxmışam bu yaşa, hərdən yadıma salıram ki, baxıram bu adamların şəklini görəndə istər-istəməz gözlərim yaşarır. İstər-istəməz bunların söhbətləri, bunların səsləri yadıma düşür. Çünki bunlar hamısı məktəbdir. Bax, bu ənənə ilə insanlar puxtələşirlər. Mən də çox istəyərdim ki, gələcək nəsildə bu cürə puxtələşsin, amma çətin ki... Musiqiçilər var ki, onlar sonradan Azərbaycan mədəniyyətində tanındılar, sevildilər, zirvəyə çevrildilər. İlk addımlarını Bəhram müəllimin ocağında atıblar. Məsələn, Əbülfət Əliyev gəlmişdi Qarabağdan və cavan bir insan. Bəhram müəllim düşdü onun qabağına. Mən bu Bəhram müəllimin ayrı-ayrı musiqiçilərə qayğı keçdiyindən deyirəm. Vallar bir xanəndənin, bir çalğıçının ifasının tarixdə qalmasının ən qısa yolu idi. O zamanda valın buraxılması çətin bir iş idi. Qabağına düşürdü nə qədər adamların səslərinin, ifalarının, oxularının, çalğılarının vala yazılmasına təşəbbüsçü olurdu. Əbülfət Əliyevin adını çəkdim. Əbülfətin gözündə bir balaca qüsur vardı. Onu əməliyyatına qabağına düşüb Bəhram müəllim eləmişdi. O
O vaxtı atam gelmişti, Qarabağdan gətirib gəlmişdi Əbülfət Əliyevi. O vaxtın bir balaca dediğin kimi bir balaca problem vardı. Həmin o operasiyada onu atam elətdirmişdi. Yani ki o vaxtı da operasiyada heç kim götürmürdü boynu. Atam demiş ki mən cavabdehəm, özü yazmışdı, kol çekmişdi ki mən cavabdehəm o her şeye. Mən eliyin operasiyasını. Elənçini eləmişdi ki çok yakın dostdular Əbülfətlə, sonradan dostlaşmışdılar. Tek o da öyle axı. Sara Qədimova bizim evin adamıydı. Yani ki Sara Qədimova kadar bizde olan yani ki bir yaver Kələntəriydi, Sara idi, Rubaba idi, çox gəlib gedirdi bizə. Yani ki bu adamlar, mən açığı bunlara hamısına doğma xalam kimi baxırdım bunlara, doğma bir ev adamı kimi baxırdım bunlara. Gəlib gedirdilər. Mesela o vaxtı Qarabağdan digər xanəndələr vardı. Bakir Haşimovdu, Qaraxan Beybutovdu, yani çox adamlardı. Sonra Hüsnü Qubadovdu, Naxçıvandan gəlmişdi. Atam harda sesi olan müğənni görürdü. Musiqi içərisində musiqi olan, ürəyində musiqi olan müğənni adam görürdü sənətdə. Onların hamısını tartıb götürüb gəldi opera teatrına. Hamısından evdə məşğul olurdu. Evdə ki məşğul olanda ki, məsələn deyirlər, bir dəfə deyirlər, o teatrın sinifi vardı. Atam demə öldürsündü, girmərəm. Əvvəla soyuqdu, heç bir şey. Evdə çay yanında. Anam her dəqiqə çay hazırdı. Gəlib gedən adamların qabağına çay qoyurdu. Yani yeməklərini də verirdi bunların. Yani bu cürə, yani oxuyan üçün elə bir şərait yaradırdı ki bu cavan adamlar üçün. Bunlar hamısı oradan cuşa gəlirdilər. Zeynəb xanları, Nəzakət Məmmədova, hələ deyərdim, bir arada Nisa Qasımova ilə Məmməd Bağrı da Leyli Məcnun hazırladı. İntiharçıları da koymadılar, sonra oynasınlar teatrda. Demək istəyirəm, bunların hamısı Rəsmiyə Sadıqova idi, kimlərdi da, nə bilim valla, Simuzar Hətamova vardı, belə oxuyanlar. Mən opera teatrının deyərdim ki, 90% bütün ifaçılarını, aktörlərini hamısını tanıyırdım. Niyə görə tanıyırdım? Mən hələ özüm operanın deyərdim ki, orkestrov yamasında böyümüşəm. Atam geldi tamaşaya, yanında oturdu, həmsə dirijorun yanında. Onun yanında bir tane balaca tabletka koyurdular. O tabletkada mən otururdum onun yanında. Sonra məndən sonra Elxan başladı oturmağa orada. Bu cürəynə. Və biz görürdük bu adamlar. Məşqlərə gedirdik, bizə aparırdı özü ilə məşqlərə. Baxırdıq məşqlərə. Məsələn, görürüm Cavanşir Qafarov məsələndə. Orada Nofəri oynayan görürsən ki, yeni paltanı zatda. Uşağım da, deyirəm ki, istəyirəm o xəncəri istəyirəm, qılıncı. Yaver deyirdi ki, Cavanşir götür uşağa ver ki, o xəncəri əlində deyir, əlində tutmaq istəyir xəncəri. Belə xırda hamısı epizodlardır. Hər bir danışıram indi sənə, gözümün qabağından keçirib bunlar hamısı. Qeyrilər hər dəmlədir seyri gülistan ettiğin bezmurunu halvet kılıp yüz lütfi ihsan ettiğin ehdi bünyadın mürüvvettir müviran ettiğin. Hani ey zalim bizimle ehdi peyman ettiğin. Bəhram müəllim yetiştirirdi, hazırlayırdı ne kadar Leylini, ne kadar Məcnunu, ne kadar Ərəb zəngini. Bəhram müəllim bunlara can koyup. Bu onun ifaçılığından, sənətkarlığından əlavə xeyirxahlığından savayı həm də müəllimliyi idi. Amma dolayısıyla müəllimliyi idi. Onun bir avasitə müəllimliyi də var idi axı. Sinifdə otururdu, tar çalmaq öyrədirdi. Plastika ilə qutarım, yəni ki, həmin o adamlar kimlər ki hazır idi, həm operaya, həm bir müğənni kimi onlarla oturub işləyirdi, edirdi. Onların hamısını sonradan vallara da yazdırırdı.
Bəhramın ansambli, mesela plastikaların üstünde görsen orada yazılıb orada Bəhram Mansurov rəhbəriyle xalçalar ansamblı. Bəhramın ansambli mesela Əhməd Xanın, sonra Əhsən Dadaşovun və yaxud digər ansambllar kimi dördü. Yani konsert vermirdi. Bəhramın ansambli sırf yani ki Melodiya firmasının vallar bırakan şöbəsi için yani, onlar xahiş eləmişlər və o ansamblə deyirlər solistlər ansamblı. Hamısı böyle ajda çarçılanlardı, keman çalanlardı. Hamısı mesela ansamblda Sərvərdi İbrahimov, Mehmet Ağa Muradov'du tarçalan. Sonra kemançılarda Tərət Başxanov'du, Elman Bədalov'du. Yani ben gördüm Balabanda Bəhruz Zeynalov çalırdı. Yani bu belə musikçi hamısı solistlər yığıb toplamışdı ora. Yani bunlar bir növ plastinka için bir ömrü bunlar saklayır da bu yazıda. Köyüne plastikalar dinlesen hamısında bu şeyler eşiteceksen. Yani ki bu adamların ifaları da orada. Özden eterdi. Ansambl oturmaydı ki Bəhram otururdu solon tek özü çaldı. Bir şeyde özü çalırdı. Diğerinde Mehmet Ağa çalırdı. Öbürsünde Sərvər çalırdı. Bak bütün hamısının arasında böyle bölürdüler. Bu cürü çalırdılar. O ki kaldı ders demeye. Ders demeye mesela benim atam era 30-cu illərin axırlarında Asaf Zeynal'da ders deyirdi. Benim atam çok tez böyüdü. Anaların ki bunlar uşaq olanda itiriblər. Bayaqlar bir daha şey dedim ki Meşet Süleyman bunlara yemeği içmeyi de öğrendi. Ondan başka konak gələndə konağı kabul eləməyi, yol salmağı öğrendi bunlara. Benim atam yaşından çok tez böyüyüp yani ki uşaqlıq görməyib yerdə. Ona göre bu adamın münasibəti beləydi ki bu artık 20 yaşında böyle bakanda derdim ki ben böyle düşünürəm ki azı 35-40 yaşındaki kişinin ömrünü yaşamıştı. Yani herden mən deyəndə bugünkü məsələdə bəstəkarlardan söhbət düşərdə deyirlər ki Mozart çok genç gedib rəhmətə. 35 yaşında ölüb. Ben mesela həmişə deyirəm ki Mozart 35 yaşında ölməyib. Mozart 35 yaşında 80 yaşındaki kişinin ömrünü yaşayıb. Yani ki böyle bir şeyler var bu hayatta. Ama o ders demək məsələsi oydu ki yaşı tərbələr olmadı ama yani ki bugün de böyle bakanda bir neçəsi bu tələbələrin durur indi də Vamik Məmməd Əliyevdir, Sərdar Fərəcovdur, qardaşım Elxan. Vaxt çox insanları aparıb.
Amma vaxtın xatirələrimizi bizdən alıb aparmağa gücü çatmır. Keçmiş Hüsnü Hacıyev, indiki Azərbaycan küçəsinin sonunda, aşağısında dərzixana, fotostudiya olan binanın üst katındaki o tanış, o məhrəm mənzildə lap çoxdandır ki, başqa adamlar yaşayır. Axırıncı dəfə o mənzilə mənə əziz olan insanların hələ yaşadığı evə haçan getdiyimi də unutmuşam. Amma o mənzilin telefon nömrəsi yaxşıca yadımdadır. Sanki elə dünən, lap elə biraz qabaq tanış nömrələri göz yumlu yığmışam. Dəstəyin o başından Bəhram müəllimin mehriban səsi gəlib. Kim bilir, bəlkə elə həmin nömrələri yıxsam, yenə həmin mənzildən cavab gələcək. Ancaq nə fayda, gedənlər gedib, o mənzil mənim üçün artıq tamam başqa bir ünvandır. Orada yaşayanlar da yad adamlardır. Gedənlər gedib, ürəkdə həsrətləri, xiffətləri qalıb. Amma nə yaxşı ki, həm də bu xiffətləri, bu həsrətləri hər dəfə ovuda bilən, o unudulmaz günləri yenidən qaytarmağa, təzədən diriltməyə qadir olan yadigarlar var. Bəhram müəllimin barmaqlarının, ürəyinin, duyğularının, düşüncələrinin qovuşduğu doyulmaz çalğıları. Dinləyirəm, xoşbəxt dəqiqələr ərzində sevimli dünənlər yenidən canlanır. Və bütün gələcəklər boyda hər dəfə o füsunkar çalğılar səslənincə belə olacaq. Hörmətli dinləyicilər, axşam görüşlərinin unudulmaz tarzənimiz Ustad Bəhram Mansurovun xatirəsinə həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rafail Hüseynov hazırlayıb.